Baxın Fatimə Zəhra əleyhissalama Peyğəmbər sallallahu buyurur. İnsan sifətində olan bir huridir. Qızım Fatimə mənim bir hissəmdir. Yəni Peyğəmbərliyin bir hissəsi. Hazreti Peyğəmbər sallallahu özü buyurmur ki, Fatimətü bədəatun minni, mənim bir parçam, bir hissəmdir. Demək Fatimə Zəhra əleyhissalam Peyğəmbərin həm cismi, həm ruhu cəhətdən bir hissəsidir. Onda nə olur? Baxırsan ki, Peyğəmbər əleyhissalamda olan ilahi əxlaq xanım Fatimə Zəhra əleyhissalamdadır. Bütün Qur'anın əxlaqı necə ki Peyğəmbər əleyhissalamda var, o cümlədən də xanım Fatimə Zəhra əleyhissalamdadır. Bunun əgər biz əsas olan bir nöqtəsinə baxsaq, o nöqtə bizlər üçün kifayət eləyər. Hansıdır o nöqtə? Xanım Fatimə Zəhra əleyhissalam dünyada ikən Peyğəmbərin buyruğu, Peyğəmbərdən sonra Allahın yer üzərində olan hüccəti imaməti xanım Fatimə Zəhra əleyhissalamdan həyat qurubdur. Qur'anın ki ayəsi ki bizlərə buyurur, İmam Sadi əleyhissalam buyurur ki, Qur'anın ayəsidir. Ər-Rəhman surəsindəki Allah Teala buyurur ki, biz iki bəhr yaratdıq. İki bəhr yaratdıq ki, o iki bəhrin arasında bir bərzəx yaratdıq, bir maniyə yaratdıq ki, bir-birinə qarışmazlar. Və İmam Sadi əleyhissalam buyurur ki, həmin ayədəki iki bəhr biri cəddim Əli əleyhissalamdır, biri də anam Fatimə Zəhra. Allah bunları bir bəhr, bir nuraniyyət xəlq edib ki, Həzrət buyurur ki, əgər biz diqqət eləsək, yəxrucu minhuma lu'lu'u vəl mərcanda məna nədir? İmam Həsən və İmam Hüseyin əleyhissalam biri lu'lu'dur və biri də mərcandır. Qur'an-ı Kərim buyurur ki, biz o bəhrdə ləl cavahir yaratdık ki, lu'lu'u vəl mərcan. Eyni zamanda İmam Sadi əleyhissalam buyurur ki, burada da Həzrət İmam Həsən, İmam Hüseyin əleyhissalamı Allah nəzərdə tutur. Əgər diqqət eləsək, xanım Fatimə Zəhra əleyhissalamın imamət mövzusunda, baxın, xanım Fatimə Zəhra əleyhissalam ilk dəfə imaməti müdafiə eləyən, difa eləyən bir şəxs olubdur. Peyğəmbər əleyhissalam ki, dünyasını dəyişdi, dünyasını dəyişən zaman imaməti yönətdilər başqa tərəfə. Xanım Fatimə Zəhra əleyhissalamın difa eləməsi imamətdən yeganə xanımdır ki, imaməti difa eləyib. İndi bir dənə məsələ, mən istəmirəm o tərəflərə gedəm, amma yeri düşmüşkən deyim. Xanım Fatimə Zəhra əleyhissalam ki, bir gün ki, gəlir öz haqqını tələb eləməyə, gəlir və Əbu Bəkirdən fədəyi istəyir ki, atamın haqqıdır verginən, mənə veribdi, sən məndən onu almısan. İbn Əbil Hədid eşitmişsiniz, 800 il bundan qabaq yaşayıb, məşhur Əli əleyhissalamın Nəhcül Bəlağasına da bir 20 neçə cild kitab yazıbdır. Deyir, mən xanım Fatimə Zəhranın gəlib məsciddə çıxışını ustadımdan soruşdum ki, xanım gəldi məscidə və fədəyi istədi. Məgər birinci xəlifə bilmirdi ki, yeganə Peyğəmbərin varisi xanım Fatimədir. Qur'an ayələri ilə çıxış elədi ki, Qur'an ayələri ilə dəlillər gətirdi xanım Fatimə Zəhra ki, mənəm atamın varisi. Yenə qəbul eləmədilər. Və indi danışır ha. Deyir ki, dedim ki, bəs qəbul eləmədi. Amma tarixdə var ki, ağladı xəlifə. Xəlifə ağladı. Niyə ağladı? Xanım Fatimə dəlillər gətirirdi. Deyir, mənim ustazım mənə dedi. Dedi, o yaxşı bilirdi ki, xanım Fatimə düz danışır. Niyə? Çoxlu dəlillər var. Xanım Siddiqədir. Xanım Fatimə Zəhra əleyhissalam Peyğəmbər balası, düz danışır. Elmi Peyğəmbərdən əxs eləyibdi. Dəlilləri də öz yerində və Allahdan qorxub ağladı ki, niyə vermədi? Deyir, çünki bir nəfər gəldi onu məcbur elədi ki, olmaz. Niyə? Çünki deyir, əgər verseydi, bunu İbn Əbil Hədid deyir ha. Deyir, çünki bilirdi ki, onu verseydi, xanım imamətin də iddiasını ondan eləyəcəkdi. Yəni, xanım Fatimə Zəhra əleyhissalam imamətin ilk iddiaçısı, imamətin varlığını qorumaq üçün özünü fəda verən bir xanımdır. Əgər biz xanım Fatimə Zəhra əleyhissalamın həyatına diqqət eləsək,
edəcək bir çox məqamlar vardır ki, o məqamlardan da biri ismətdir. Ki Qur'an ayəsinə buyurur, pak pakizədir, məsumdur. Əgər biz bu günlərim istəyirik ki, gələcəyimiz, əziz evladlarımız, xanımlarımız, xanım Fatimə Zəhra əleyhissalamın ismətində olsunlar, əsas budur ki, özlərinin, o necə deyərlər, bədənlərini xanım Fatimə Zəhra əleyhissalamın ismətində diqqət eləsinlər ki, xanım necə geyinib, necə yaşayıb, necə evlad böyüdübdür. Bu günlərim ən çətin bir dövrdür ki, bugünkü gündə ələlxüsus xanımlarımız bu şeylərə diqqət eləməlidirlər.